Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə Konstitusiya gününə özəl olaraq maket hazırlanmasını paylaşacağım. Altlıq hissəni kardon üzərində də yığa bilərsiniz. Mən belə qalın taxta götürdüm. Sadə 1 sm-lik taxtadan da istifadə eləmək olar. Kənar hissələrinə taxtanın hündürlüyünə uyğun olaraq butalı milli lent yapışdıracağım. Daha öncəki maketlərdə bayrağı özüm hazırlayırdım, metrə ilə əldə eləyib. Bu dəfə hazır formada aldım, həm ölçüsünə görə, yəni metrə ilə olduqda daha kiçik bayraq olur, həm də bu dayaq sütununa görə. Amma sütuna biraz kley vuracağım ki, bəzən bayraq sürüşüb aşağıya doğru düşə bilir. Hər ehtimala qarşı biraz kley vursanız kifayətdir. Daha sonra simvolik tərəzi üçün belə hissələrdən istifadə eləyəcəm. Sadə formada qulpdur, adi plastik borudur, lollipop borusudur və 2 ədəd belə kiçik veşilka asılqan var, corab asılqanıdır. Onlardan da istifadə eləyib tərəzinin kənar hissələrini hazırlayacağam və üzərini qızılı spreylə boyayacağam. İstəsəz adi qızılı dırnaq boyasından da istifadə eləmək olar. Hər iki formanı sizə videomuzda göstərəcəm. Başlıq çıxıntıları saxlamaqda olar, amma mən kəsib götürəcəm. Spreyi inşaat materialları olan yerdən əldə elədim. Qızıl sprey desəz tapa bilərsiniz. Altlıq hissəni kardondan da hazırlamaq olar. Mən penoplastdan hazırladım. List formada inşaat materialı olan yerdən əldə eləmək olar. Boşqab üçün adi kardondan istifadə elədim. 3 hissədən zəncir asmaq üçün, keçirtmək üçün kiçik mismarla bu formada dəlik açırıq. İstəsəz iynə ilə də deşmək olar. Məndə kardon kağız vatma biraz qalın idi və zəncirləri belə metrə ilə əldə eləmək olar. Sadə zəncirdir. Onu da deyim ki, siz istəsəz iynə ilə keçirdə bilərsiniz. Sadəcə olaraq mən dəmir halqadan asdım. Və 3 halqadan zənciri keçirdəndən sonra bir böyük halqadan sonuncu zəncirimizi, yəni üçünü birlikdə bir böyük halqadan keçirdirik ki, tərəzidən asmaq olsun. Və bu formada tərəzi suvenirimiz tam hazırdır. İndi isə hakim çəkicini sizə göstərmək istəyirəm. Mən sifarişlə Temudan götürdüm. Taxtadandır, amma altlıq hissəsi yox idi. Ona görə biraz böyük plastik qapağı boyayıb altlıq kimi istifadə eləyəcəm. Kardondan da hazırlamaq olar. Və tərəzinin altlıq hissəsindəki penoplast bu cür formada, list formadadır. İnşaat materialı satılan yerdən əldə eləyə bilərsiniz. Üzərini adi ağ vərəqlə bükürəm, dəftər, daha doğrusu kitabın aralıq görüntüsü üçün. Vərəqi kəsmədim, istəsəz sadəcə künc hissələri yapışdıra bilərsiniz. Yəni, belə deyim, kitabın arasından görünəcək hissələri. Sadəcə vərəq böyük idi, kəsməyə ehtiyac duymadım, ona görə bu formada yapışdırdım. Və onu da deyim ki, kitabın üz qabıqlarını kompüterdə yığıb hazırlamışam. Yəni 3 ədəddir. Biri üst qapağıdır, bu yazılı dekordur. Digər ikisi biri ara hissə və arxa hissədir. Kitabın üz qabığını hazırlamaq üçün vərəqə uyğun ölçüdə kardon lazım olacaq. Təbii ki, tam vərəq ölçüsündə olmayacaq. Qatlamaını nəzərə alın. Və üz, 2 üz, bir də aralıq hissə üçün ölçüyə uyğun olaraq kardon kəsirik. Daha sonra kardona yapışdıracağım vərəqlərimizi.
künc hissələri bu formada kəsəcəm və daha sonra kitab künclüyü keçirdəcəm. Kitabımız tam hazırdır. Vərəq hissənin daha gözəl görünməsi üçün əlavə lent yapışdıracağım. Buna ehtiyac yoxdur, yapışdırmaya da bilərsiniz. Və bu kitab künclüklərini də yapışdırandan sonra kitabımız tam hazır olacaq. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi unutmayın. Hələlik.